vaxtınız xeyirli uğurlu olsun. YouTube kanalımızın dəyərli izləyiciləri, hər birinizi salamlayıram, Mərdəkandan salamlayıram. Gəlmişəm sizlərə 8.2 sot torpağın içində 400 kvadratlıq 2 mərtəbəli 6 otaqlı qəşəng bir ev təqdim eləyəcəm. Ev deməyə dilim gəlmir, təbii ki bir villa təqdim eləyəcəm. Giriş hissədə avtomobilinizi saxlaya biləcəyiniz geniş bir ərazisi var, görürsünüz. Həyət çox rəngarəngdir, çox qəşəngdir. Işıl-ışıldır, rəngarəng, güllərlə əhatələnib, yaşıllığı da kifayət qədərdir məncə. Sağ tərəfdə, yəni girişdən sağ tərəfdə böyük bir 50 kvadratlıq yay və qış mətbəximiz var. Cam balkonla, isti döşəməli. İçini görün. Necə gözəldir, necə gözəl dizayn olunub. Mətbəx mebeli quraşdırılıb. Həmən qarşısında da belə manqalı var və həyətin burada da ümumi sanitar qovşağı yerləşir. Hovuzumuza gələk. Hovuzumuz daşma tiplidir və şəlaləlidir. Uzunluğu 10, eni isə 5 metr, dərinliyi isə 1 metr 60 santimetrdir. İndi isə burada qəşəng bir teras var. İstəyirəm onu da sizə göstərim. Çox gözəl deyil sizcə yay aylarında. Hətta hal-hazırda belə bura çox sərindir. Yəni burada rahatlıqla əyləşə biləcəyinizdən əminəm. Evi tam dövr eləmək də mümkündür. Gördüyünüz kimi bu hissədən çəkək göstərək. Həmçinin birinci mərtəbənin yataq otağına və mətbəxə giriş mövcuddur. İndi isə gərək evin içi ilə tanış olaq. Mən gəldim. Deyəcəksiniz ki, gəldi yenə bu çox danışan. Hal-hazırda istəyirəm evin içində sizə çəkək göstərək. Giriş hissədə sağ tərəfdə böyük bir dolab yığılıb. Girdim, evin içindəyik hal-hazırda. Sağ tərəfdə, yəni mənim sağ tərəfimdə böyük bir 60 kvadratlıq qonaq otağı mövcuddur. Çox qəşəng rəng tonları seçilib bu arada. Dizaynı da sözlə demirəm, möhtəşəmdir. Həmən üzbəüzündə burada 40 kvadratlıq böyük bir xanımlarımızın əvəz olunmaz mətbəx var. Mətbəx mebeli ilə təchiz olunub. Terasa çıxış mövcuddur. Burada da belə bir mini texniki otaq var. Hansı ki, lazımsız əşyalarını da yığa bilərsiniz. Həmçinin həyətin kamera sisteminə də buradan baxmaq olur. Burada birinci mərtəbənin yataq otağı 25 kvadratlıq. Qısa videomuzda buranı görməmişdim, gözdən qaçırmışam. Burada deməli birinci mərtəbənin sanitar qovşağı yerləşir və sol tərəfdə də yaşıl tonlarda belə qəşəng bir dolab yığılıb. Hal-hazırda qalxdıq ikinci mərtəbəyə. İkinci mərtəbədə 4 yataq otağı var. İndi bir-bir tanış olacağıq. Burada birinci yataq otağımız yerləşir. Hansı ki 40 kvadratdır, dəyərli izləyicilərimiz. Rəng tonları möhtəşəmdir. Özünün sanitar qovşağı var. Hal-hazırda çəkib göstəririk. Bütün aksesuarları qoyulub və burada da dolab otağı yerləşir. İstilik sistemi kombidir. Radiatorları da görürsünüz. Və otaqlar da çox-çox işıqlıdır bu arada. Yəni, çox qəşəng. İşıqlar yanmasa belə çox qəşəng işıqlandırması var məncə. Burada da digər yataq otağıdır. 20 kvadratlıq. Bunun da rəng tonları möhtəşəmdir. İndi isə gedək. Burada bir dolab var. Açıb göstərmirəm və növbəti yataq otağı çox qəşəngdir. Burada 40 kvadratdır. Özünün dolabı var orada. Burada da otağın sanitar qovşağı yerləşir. Hər biri çox zövqlə dizayn olunub. Bu da 20 kvadratlıq növbəti yataq otağı və həmən yanında da ikinci mərtəbənin ümumi sanitar qovşağı yerləşir. Hal-hazırda isə istədik sağollaşmanı məhz eyvandan eləyək. Hansı ki, həm də həyət görüntüsünü görə biləsiniz buradan. Son olaraq qeyd edim ki, qaz, su, işıq daimidir. Sənədləri də qaydasındadır. Kupçası var. Qiyməti isə start olaraq 980 min manatdır. Təbii ki, endirimimiz olacaq. Amma videolarımızı izləməyi nə edirsiniz? Davam edirsiniz. Bizi izləməyi unutmayın. Kanalımıza abunə olmağı unutmayın. Hələlik.